Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qutarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq. Oğul, atam Beyrək bu torpağı çox qoruyub. Sən də bil ki, torpağın yurd vətən olması üçün 2 şərt lazımdır. Biri odur ki, bu torpağı gərək əkib becərəsən. O birisi odur ki, torpağı yağlardan qoruyasan. Əgər torpağı əkib becərmədin, qorumağa dəyməz. Torpağı qoruya bilmədin, əkib becərməyə dəyməz. Gəl oğul, qalx uca dağın başına, 3 tonqal qala. 1 tonqal qalayanda elimiz şənliyə toplaşır. 2 tonqal qalayanda basqınlardan qorunmağa yığışır. Bu indi 3 tonqal görəndə